Qax rayonunda sahibsiz küçə itlərinin sayının artması yerli sakinlər arasında narahatlıq yaratsa da, məsələ daha çox sistemli həll tələb edən sosial problem kimi qiymətləndirilir. Sakinlərin Şimal News-a bildirdiyinə görə, hətta rayon mərkəzində itlərin sürü halında hərəkəti müşahidə olunur. Bu isə təhlükə hissi yaradır, xüsusilə havanın qaranlıq saatlarında. Valideynlər övladlarına görə daim həyəcan keçirdiklərini bildirirlər. Eyni zamanda vurğulanır ki, sahibsiz heyvanların bu vəziyyətə düşməsi, onların qorunması və nəzarətdə saxlanılması ilə bağlı mexanizmlərin yetərli olmaması ilə əlaqədardır. Mütəxəssislər hesab edirlər ki, problemin həlli üçün humanistlik və davamlı yanaşmalar vacibdir. Rayon ərazisində sahibsiz heyvanlar üçün sığınacağın olmaması vəziyyəti daha da çətinləşdirir. Sakinlər və ictimaiyyət nümayəndələri hesab edirlər ki, müasir standartlara uyğun sığınacaqların yaradılması, heyvanların qeydiyyatı və peyvəndlənməsi həm insanların təhlükəsizliyini təmin edə, həm də heyvanların qorunmasına xidmət edə bilər. Məsələnin həlli üçün kompleks tədbirlərin görülməsi, bəzi insanların saxladıqları itlərin çölə qovmasının qarşısını almaq, o cümlədən maarifləndirmə işlərinin aparılması və müvafiq infrastrukturun qurulması zəruri hesab olunur.